Salam əziz dostlar, əziz izləyicilər. Bizim diqqətli tamaşaçılarımızın xatırlayar ki, yaddaşlarına qalar ki, biz təxminən 3 ay bundan qabaq Məmmədov Səyyaf Gəray oğlunun çağırışına gəlmişdik. Vətən müharibəsi qazisinin və 3 ay bundan qabaq bunun bir tələbi var idi, yer tələbi. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı ilə səhv etmirəmsə görüşüblər. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yenə də öz metodlardan istifadə edib məsələni özündən kənarlaşdırıb. İndi Məmmədov Səyyaf bunlardan danışacaq. Mənə təxminən bir 10 gün, 15 gündür çox dəyər verdiyim bir insan zəng edir ki, Səyyaf müəllim deyir ki, Elnur Şükürov gəlsin. Təkrar mənim müraciətim var, təkrar xahişim var. Təbii ki, biz də vətən müharibəsi iştirakçılarıdır, şəhid ailələridir. Bunlar bizim qırmızı çizgimizdir. Vaxt zaman tapdıqca biz dərhal gəlirik, çəkilişimizi edirik. Xoş gördük Səyyaf müəllim. Necəsiz? Allah köməyinizdə olsun. Birinci mən sizə minnətdaram. Buyurun. Sizin bu qabiliyyətinizə, vətənpərvərliyinizə, insaniyyətliyinizə, siz ki bütün işinizi, bazarın bu günü, cəmaət orada, burada, Qubada, Şuşada dincələn vaxtı siz mənim çağırışıma gəlmişsiniz. Mən sizə təşəkkür edirəm. Və dediyiniz kimi mart ayının 20-sində mənim bir müraciətim oldu, axırıncı müraciət. O vaxtdan bəri nə dəyişib? Bir dəfə cənab Patçı məni qəbul elədi. Yenə münasibətimiz pis deyil. Siz Sabunçu rayon İcra Hakimiyyətinin başçısıyla görüşdünüz. Bəli. Və o dedi ki, mənim əgər imkanım olsa mən o yeri sizə verərdim. Və o bir neçə yeri təkrarladı. Məsələn, Köhnə prokuraturanın yeri boşdur. Əmlakın nəzdində. Məhkəmənin yeri boşdur. Yəni Əmlak Komitəsində. BT-nin yeri. Yəni belə yerlərin olduğunu dedi. Dedi mənim üzərimə düşər ki, bunlar yeri versin. Yerdə qalan nə lazımdır remontunu mən hamısını eləyim, verim sizə. İndi bilirsiniz nə var? Buyurun. Mən buradan bir daha belə baxıram, hörmətli Adil müəllim. Mən belə baxıram ki, işi görsəniz axırda siz görəsiniz. Məni ora-bura salmayın. Yəni mənim məqsədim o deyil, mən bu yeri almaqda biznes quram. Mən bu yeri almaqda bilavasitə özünüz bilirsiniz və xəbəriniz var ki, mənim yanıma nə qədər qazilər, nə qədər şəhid ailələri gəlir. Bəli. El-elə sığar, ev-evə sığmaz. Hamını dəvət eləmək olmur. İndi bu yerin məsələsini həll edeyim. Buradan bir daha fürsətdən istifadə edib sizin bu kanalın vasitəsilə Cənab Ali Baş Komandana, Dəmir Yumruğa, Dəmir Ayaqlı kişinin müraciəti budur ki, Cənab Prezident, mən xahiş edirəm, hörmətli Mehriban xanım, mənim səsimi eşidin, məni qəbul edin. Mənim məqsədim o deyil ki, sizdən nəsə istəyəm. Şükür, mənim hər şeyim var. Amma bu baxımsızlıq, bu başdan nətər lafları çıxmasın, rədd eləmək bizlərin xətrinə dəyər. Nəyə görə bizlə dövlət başçısının arasında elə bir hasar qurulub ki, tarixdə aşmaq mümkündür. Amma biz hörmət edirik Cənab Prezidentimizə, Cənab Mehriban xanıma. Ətdən zabar vurulub. Ətdən. Bu daş hasar deyil. Ət hasardır. Burada məqsəd bəllidir. Amma biz heç vaxt Cənab Ali Baş Komandanın əleyhinə çıxan deyilik. Biz onun ətrafında dəmir yumruğu olar, dəmir ayaqlı kişilər onun ətrafında birləşibdir. Mən xahiş edirəm, məni qəbul edin. Bu zaboru dəf eləyək, zaboru məhv eləyək. Xalqına sizin aranızdakı bu ət zabor iyləni verir artıq. Mən xahiş edirəm, Cənab Ali Baş Komandan, Mehriban xanım, mən inanıram, mənim səsimə səs verəsiniz. Mən nəyə görə bu qabiliyyətim, bu fərasətim ola, mən özümü kül eləyim, küləklərə sovurtdurum. Və sizdən xahiş edirəm, mənim bu çağırışımı nə demişəm onu verin və mən inanıram ki, Adil müəllim mənim səsimi eşidib bu məsələyə son qoyacaq. Bəli, Məmmədov Səyyaf Gəray oğlu rəsmi müraciət edib prezidentə. Deməli, 12-6-cı ay 2026-cı il eyni zamanda hörmətli Mehriban xanıma bütün qurumlara yazıb göndərib, bir daşı bir quyuya atmışsan, hələ ki xəbər yoxdur. Dostlar, Məmmədov Səyyaf Gəray oğlu
tələbinə çatana kimi, istəyinə çatana kimi biz lazım olacaqsa 10 dəfə gələcək, 15 dəfə gəlib buradan yayımlarımızı davam etdirəcək. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.